Я очень рада, что первый выпуск проекта «Личности юбиляра» — уникальная личность. Это меня очень радует. Он из 10 детей султана Гаджиева, 7-й ребенок Тахир родился 27 января 1955 году в селе Инча Гöyческого района, который является регионом Азербайджана. Он родился в семье образцового семьянина и многоуважаемого султана Гаджиева, который в 1936 году в Гöyческом районе города был назначен на должность руководителя в сельском хозяйстве колхоза. Mənim babam Tahir müəllimin atası Sultan Həmid Hacıyev çox maarifpərvər bir insan olub. Çox uzaq görən, müasir devirlə səslənən, zamanın nəbzini tutmağı bacaran, belə insanları çox sevən və xeyriyyəçi. Tahir müəllimdə olan xeyriyyəçilik keyfiyyətləri məhz babadan keçib ona. Отец его, Султан Гамид Султанлы Гаджиев, в то время был председателем колхоза, не очень простым человеком. Его трудно можно было узнать сразу. И вот понемножку я поняла, что этот человек, отец Таира, он живет для своих людей, для своего народа, для своих колхозников. Кто бы мог предсказать, что этот 3-летний маленький человечек в будущем станет великим человеком? Матушка Гюлебеим, если бы вы знали, гордились бы своим мальчиком Тахиром. Благодаря вашему труду и заботе, также благодаря достойному воспитанию вашего супруга Султана Гаджиева, ваш сын вырос и является всем уважаемым примерным человеком. Мама его, Гюлебеим Ханум, домохозяйка, очень внимательная и к своим детям, и ко всем. Вот. Она старалась приучить своих детей с детства к труду. Она никогда не перечила своему мужу. Они, и муж, и жена, все время ставили одну и ту же точку в воспитании своих детей. Поэтому и дети вот выросли такими, они не расчленяются. И как хорошо, что Рахман Султанович, используя свою профессию фотографа, который являлся в те годы редким профессией, сохранил в нашей памяти по сей день эти исторические моменты, оживляющие те миги середины 20-х веков на сегодня. 1966-1970-х годах продолжал учебу в сельской школе Инча. Когда я его узнала, мы познакомились, ему было около 12, по-моему, или 6 или 7 класс. Класс у них был очень хороший, много мальчишек было. В 1968-х под организацией учителя Карума в футбольной команде под названием «Пулат» команда успешно проводила футбольные матчи. В 1970-х, 72-х приезжает в Баку учиться в средней школе физико-математическому уклону. Он пытается поступить в вуз, но проваливает экзамены. 1973-75 начал выполнять свой священный служебный долг. Bir anlığa 1973-cü ilə qaydaq. Bizi hərbi xidmətə yola saldılar Biləcərdən. Neçə gündən sonra getdik, çıxdıq Qazaxıstanın Qızılordonsk oblastına. Bəlkə biz gecə ilə çatdıq ora, Qızılordonsk oblastının Lensk rayonuna bizi apardılar və bizi orada aparıb bir kazarmaya yerləşdirdilər. Biz Azərbaycanlılar hamımız bir yerdə getdik. Orada bir neçə gündən sonra
bizi rotalara böldüler. В 1976 году, 18 августа, когда не было желания что-либо делать, он совершенно случайно услышал по радио объявление о том, что в Москву требуются рабочие для строительства метро. И сам того не видая, с разбитой мечтой от отчаяния, важной по тем временам, в 1976 году по комсомольской путевке отправился в Москву, и этот путь для него стал началом его новой и удачной жизни. Və biz əsgərlikdən ayrılandan sonra da başladıq bir-birimizdən əlaqəmizi üzmədik. İmkan dairəsində bir-birimizdən, o vaxtlar telefon yox idi, ancaq ev telefonları var idi. Moskvaya gəldik, Tahir bizi qarşıladı. Gəldi, Tahirin orada qurduğu şəraitlə tanış oldum və mənə onun gördüyü əməlləri, gördüyü işləri mənə o qədər ləzzət elədi. Dedim, Tahir, Allah üzü ağ eləsin. Sən millətin elə həqiqətən atasısan. Sən milləti, bu dedi, 57 ailə gətirmişəm, dedi mən Azərbaycandan bura. С Таиром мы познакомились в 1973 году, когда были в армии. Таир там тоже был таким общительным, старался всем угодить. У нас было 4 друзей. Если фото посмотрите, фото слева направо Ферхат, Таир, я и Али. Мы с первого дня начали дружить и до конца службы дружили. В 1975 году вместе как прибыли в часть. В 1975 году четвером и на дембель ушли. Потом разошлись. Я поступил в институт, Белорусский политехнический институт. Таир уехал в Москву. Таир всегда был общительным, как бы сказать, старался кому-то помочь. Мы долго не виделись. Где-то в 2010 году он приехал к нам в Мингичаур и меня нашел. Я тогда работал в исполнительной власти, отделе архитектуры. Все говорил, чем тебе помочь, что тебе надо. Я человек независимый, отблагодарил его. О Таире можно рассказать много чего. Общительный, благородный, душевный парень. В моих глазах он душевный парень. Таир хороший человек. Я радуюсь, от души радуюсь его достижениям. Дай Бог ему здоровья. 1978 года он посещает родину. Он уже не тот человек, теперь он человек с определенной целью на своем жизненном пути. По взаимной любви спутницей жизни выбирает барышню, в которой видит достойную мать своих будущих детей. И так, в 1978 году он создал семью, стал заботливым главой семьи. Tahir müəllim sözün əsl mənasında Azərbaycan kişisidir. Mən deyərdim, hətta böyük hərflə yazılan. Tahir müəllim hansı hərəkət eləyirsə eləsin, hansı addımı atırsa atsın, hamısı Azərbaycan yolunda, Azərbaycançılıq naminə, Azərbaycan mentalitetinə uyğun hərəkət eləyir. Onun üçün vətən hər şey deməkdir. Vətən üçün çəkilən əziyyət öz bəhrəsini verir və Tahir müəllim də həmişə bundan ilhamlanır. Daha böyük xariqələr yaratmağa can atır. 1991-ci ildən sonra bizim İnşa kəndində ilk dəfə şirə sexi inşa etdirmişdi. Kənd cəmaatının, kənd təsərrüfat məhsullarını orada aparıb verib və biz də onun müqabilində oradan pul alırdıq. Bizim cəmaat üçün ən görülən önəmli işlərdən biri o vaxtı bu idi. İkinci sonra bizim kəndimizin öz becərdiyi məhsulunu aparıb dərmanlarda üyütməkdən ötürü bizim kəndimizə dərman lazım idi və onu da gətirib bizim bu kəndimizin aşağısında gəlib inşa elətdirdi. Gecə-gündüz o dərman fasiləsi cəmaata xidmət edirdi. Bu bizim cəmaatımız üçün ən önəmli tikillərdən biri idi. Sonra isə bizim Xeyirşər deyir, qardaşdır, bizim kəndimizdə Sultanlı Şadlıq Sarayını inşa edib. Nəinki bizim kəndimiz, qonşu kəndlər, qonşu rayondan gəlib burada
toy şənliklərini, ad günlərini, nişanlarını keçirirlər və bu da bizim üçün ən önəmli tikililərdən biridir. O mənə deyirdi ki, məktəbə şagirdlərə nə lazımdır, hansı problemlər var məktəbdə, o problemləri həll etməkdə mənə kömək eləmək üçün mənə müraciət edirdi. O gəlib məktəbi gəzirdi, məktəbin asfaltlaşdırılmasında, həyətinin asfaltlaşdırılmasında, binaların yenidən qurulmasında mənə məktəbə kömək edirdi, öz köməkliyini göstərirdi. Tarixdə də belə insanlar az olub ki, pulu ola, özü də onu da cəmaata, xeyriyyə üçün sərf edə, xərcləyə belə insanlar azdır. Belə insanlar bizim cəmaatımızın, millətimizin qanında, yaddaşında yaşayır. Тахир Гаджиев не только является заботливым супругом и отцом, он также очень достойный и верный друг. Bu insan həqiqətən də hər kəsə nəsib olmayan bir işlə məşğuldur. Hər zaman bütün bu cür insanlara mən fədai ad verirəm. O cür iş adamı olmağına baxmayaraq, o cür işlərlə çox işi olmağına baxmayaraq, o ən birinci öndə məsələni qoyur vətəninə xidməti. Mən ona arzularım çox böyükdür, yəni mən çox şeylər danışa bilərəm onun haqqında, görüşlərimiz çox olub. Yəni o insan doğrudan da bütün zamanını, vaxtını, hər bir şeyini sərf eləyir. Öz milləti üçün, öz xalqı üçün nəsə eləməyə, öz kəndi üçün, öz rayonu üçün. Yəni hər dəfə çalışır ki, nəsə öz xalqı üçün bir iş görsün. Bu cür insanlar təəssüflər olsun ki, yəni az olur, amma var. Sağ olsun Tahir müəllim kimi insanlar ki, yəni Rusiyada ümumiyyətlə Azərbaycanlılarımız çoxdur. 3 milyondan çox, 3 milyona qədər Azərbaycanlımız var. Və bunun demək olar ki, 1 ya 2% hardasa vətən üçün, xalq üçün işləyir, çalışır, nəsə eləyir. Amma ilahəndə məsələn, biraz imkanı olan insanların demək olar ki, heç biri bu işi görmür, amma Tahir müəllim bunun üçün çox işlər görür. Оказал массовые помощи семьям şəhidov. 90-cı ildə kəndimizə o qanlı qadalı idlərdə, aclıq illərində kəndimizə 11 dənə şəhidimiz var. O şəhidlərin bütün dəfn edilməsin, onların üstlərinin düzəlməsin, baş daşlarının təmin olunmasın, hamısını o özü elib, öz boyuna götürmüşdü. Ondan sonra şəhid ailələrine yardımı eləyirdi vaxtında. Gənclərin özü əskəri xidmətə gedəndə onlara yardım eləyib, ailələrinə yardım eləyib, un paylayıb, xeyriyyəçilik kimi 2 dənə dana kəsib paylayıb. Во время Первой Карабахской войны Тахир Султанович со своими друзьями отправили неоднократно лекарственные средства, аппарат Илизарова. Во время 44-дневной Отечественной войны много было отправлено материальной поддержки. И главная отличительная черта Тахира Султановича от других в том, что человек делает и говорит, что в отличие от других, об этом нигде не говорят, нигде не указывается. Вот это главная отличительная черта, это скромность. Скажу честно, когда в начале 2000-х годов, когда мы начинали только заниматься общественными делами, нас даже пригласили чиновники и сказали, что, ребята, вы очень много делаете, но почему-то об этом не говорите. Вот надо это показать. Мы сказали, что, вы знаете, наша религия не позволяет этого. Они сказали, нет, то, что делается, у вас плохой имидж, надо, чтобы у вас был хороший имидж. Вы очень много действительно делаете и для домов престарелых, и для детей-инвалидов, и для совета ветеранов, и других, и другим малоимущим гражданам. Также открыл образовательный центр под названием «Шафак» в селе Инча. Hazreti Tahir'in kənd üçün gördüyü işləri sadamaqla qurtarmaq olmaz. Onu mən deyərdim, kənd üçün ən böyük işim kənddə təşkil olunmuş Şəfəq Tədris Mərkəzinin yaradılmasıdır ki, Hazreti Tahir həmişə kəndə gələrkən ilk gəldiyi yer, görüşdüyü yer Tədris Mərkəzidir. Он верующий человек с великой душой, не ожидающий ответ взамен своих добрых дел. Из-за этого Аллах его всегда берег.
Таким образом, он стал лидером за свои человеческие качества. Его полюбили все. Deməli, bu adamı Allah sevir və Allahın ayələrini bu adam qəbul edir və ona itaət edir. Deməli, bu adam Allahın mütəqqi bəndələrindəndir. Münafiq və məşriklərdən deyil. Götürsək ki, bu adam Allahın məsləhət bildiyi bizə haqq evini ziyarət edib, hac qəbul edib. Xalq yolunda bu adam varından, variyyətindən keçib. Xudavənd aləm deyir ki, verdiyin vardan xalq yolunda xərcdə onun əcrini 10 qat görərsən. Allah ona həmişə deyirəm, ver dedikcə versin, həmişə də verəcək. Allah ona ömür versin. Tahir müəllimin çox gözəl fikri var. Burada çalışır, xalqı bir yerə yığsın, burada çalışır, xalqa böyük yaxşılıqlar eləsin, əlindən gələn gücü çatan. Фильм был такой «Великая опора», «Бёйк Даях». Вот в этом фильме, как будто, когда я смотрела этот фильм, я и Таиру говорила об этом, как будто вот главные герои, муж и жена, председатель и его жена, как будто это, ну, герои из семьи Таира, отец и мать. Точно вот они, этот фильм как будто был заснят про их семью. Вот в такой семье вырос Таир. Вот с таким отцом, с такой мамой, с такой сестрой, с нормальными, воспитанными братьями вырос Таир. Наверное, он и не мог быть другим в такой семье. Также в Баку открыл общежитие для студентов, приехавших из района учиться в вузах столицы. Mən Mələk Quliyeva, Sultanlı Qızlar Yurdunun tələbəsiyəm. Bugün Tahir babanın uşaqlara, həmçinin bizim kimi tələbə qızlara belə bir əlverişli, rahat, yaxşı şərait yaratmanın məqsədləri haqqında danışmaq istəyirəm. Tahir babanın uşaqlara, həmçinin bizim kimi tələbə qızlara belə bir şərait yaratmaqda əsas məqsədi onların təhsil almasına kömək göstərmək, rahat şərait yaratmaq və həmçinin onların gələcəkdə xoşbəxt bir həyat qurmaqlarına kömək etmək. Mən Abdullayeva Sevin, Sultanlı Qızlar Yurdunun tələbəsiyəm. Tahir babanın bizə yaratdığı şəraitə görə ona təşəkkür edirik. Ona uzun ömür, can sağlığı arzulayırıq. 70 illik yubileyi münasibəti ilə də təbrik edirik. Mən Sevinç Cabbarova, Sultanlı Qızlar Yurdunun tələbəsi. Tahir baba kimi insan cəmiyyətin sosial, iqtisadi və mənəvi inkişafında mühüm rol oynayır. O, başqalarına kömək edir, maarifləndirir, problemin həllində iştirak edir və ümumi rifahı artırmağa çalışır. Mən Cəbrailova Nigar. Demək istəyirəm ki, Tahir baba kimi insanlar cəmiyyətin əxlaqi və mədəni dəyərlərini qoruyur, onları gənc nəsillərə ötürür. Mən Quliyeva Ayşən. Tahir baba haqqında bunu bildirmək istəyirəm ki, Tahir baba minlərlə tələbənin rahatçılığı üçün şərait yaratmışdır və şərait yaratmağa davam edir. Onun digər fəaliyyətləri üçün uzun ömür, can sağlığı arzu edirəm. Mən Cabbarlı Agün. Bu gün onu demək istəyirəm ki, xeyriyyətçi olmaq üçün yalnız kişi, qadın və ya xüsusi istedada sahib olmaq mühüm deyil. Əsas olan paylaşma istəyimizin olmasıdır. Cabbarlı Zərifə. Tahir baba öz xidmətləri, cəmiyyətə xidməti ilə kəndimizdə və ölkədə tanınır. Onun xeyriyyətçi əməlləri, kəndimizin və cəmiyyətin inkişafı üçün gördüyü işlər, xüsusilə də gələcək nəsillərin inkişafı üçün təşkil etdiyi idman, hazırlıq, musiqi kursu, xüsusilə də qızlarımızın ali təhsil almasını dəstəkləmək üçün yaratdığı Qızlar Yurdu ibrət götürəsi xüsusiyyətlər. Hacılı Gülşən. Cəmiyyətimizdə imkanlı iş adamları çoxdur. Təəssüflər olsun ki, onların hər biri xeyriyyətçilik işi ilə məşğul olmur. Belə insanlardan savayı elə şəxsiyyətlər də var ki, onlar öz xalqı milləti üçün əlindən gələni əsirgər. Mən Cəbrailova Səidə. Kim gələcəkdə Tahir baba kimi xeyirxah, yardımsevər və insanlara faydalı birisi olmaq istəyirsə, bu nəcib bir məqsəddir. Cabbarlı Nəzrin, Tahir baba kimi insanların bu qədər gəncin hədəflərinə çatmasının səbəbkarı böyük bir töhfədir. Tahir baba həm təhsil ilə bağlı, həm də mənəvi olaraq yardım edir. Tahir babanın abituriyentlərə göstərdiyi diqqət onların motivasiyalarını artırar, uğurlu gənclər yetişdirməyə söz verir. Mən İsmailova Rəvanə. Tahir babanı təqlid edəsi olsam deyərdim ki, hər insanın bu qədər nəvəsi, hər nəvənin belə babası yoxdur. Mən isə sizi bugünkü özəl gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm. Allahdan sizə uzun ömür, can sağlığı arzu edirəm. Muradova Aysun. Tahir baba bizə öz babamız qədər əzizdir. Çünki onun şəfqəti, dəstəyi, bizə dayaq olması həyatımızda böyük rol oynayır. Abbaslı Günür.
Tahir Baba başımızın tacıdır ifadəsi Tahir Babanın öz əməlləri, insanlara göstərdiyi yardım və şəfqətinə görə cəmiyyətdəki böyük hörmətini və əhəmiyyətini vurğulayan bir ifadədir. Tahir Baba, sizi ad günü münasibətilə təbrik edirəm. İnanıram ki, sizin xeyriyyətçilik fəaliyyətiniz və insanlara göstərdiyiniz qayğı uzun illər yaddaşlarda qalacaq. Orucova Aygün. Tahir müəllim kimi insanlar nadir olsa da cəmiyyətin dəyərli sərvətləridir. Mərhəmətləri və müsbət təsirləri ilə insanlara yaxşılıq ilhamı verir. Должна отметить, что Тахир Султанович считает Россию своей родиной и ни на процент не отличает от родины, в которой он родился. Глубокий патриотизм вложен в гены этого человека. Не каждого человека Бог осчастливил такими высокими качествами. Tahir bəy elə bir insandır ki, o deyirlər insanların hansı keyfiyyəti olan rəhimli, ürəyində mərhəmət insan olanlar, o ürəyində mərhəmət olan, ondan məhəbbət olan insanlardandır. Mən elə fikirləşirəm ki, bəlkə də Tahir bəyin öz qəlbində, hər insan üçün öz qəlbində yerləri var. Elə insanlar var ki, onlar ola bilər ki, Tahir bəyin haqqında nəysə pis, nəysə danışsınlar, nəysə Tahir bəyə minus fikirdə olsunlar. Hansı ki, o insanlar ki, əgər onun qəlbində, o qəlbinin dərinliyində olan yerlərdədirsə, Tahir bəy o insanlardan heç vaxt inciməyən bir insandır. Onlar üçün həmişə elə nə gör əvvəldən var, elə bir qalan bir dostdur, yoldaşdır. Qaldı ki, onun bu ürəyindəki o mərhəmət, o hamısı bütün burada yaşayan Azərbaycanlılar özləri yaxşı bilirlər ki, o insanlara qarşı kömək etməkdə heç vaxt yorulmayan bir insandır. İnsanlara qarşı qayğı göstərməkdə, düz yol göstərməkdə, mən dost etdiyimiz vaxtdan, bir-birimizlə salam etdiyimiz vaxtdan bu günə kimi fəxr edirəm ki, belə bir insan mənim qarşıma çıxıbdır. Əgər mən təzədən bu dünyada başlayıb kimləsə dostluq etmək istəsəydim, yenə də Tahir bəyi seçərdim. Неоднократно, когда мы собирали с нашими друзьями, общественниками, коллегами, этот вопрос поднимали и говорили друг другу, что если в России будет 10 таких людей, как Тахир Султанович, все проблемы азербайджанцев можно решать. А вдумайтесь, в России говорят от 2 до 3 миллионов азербайджанцев. Среди них есть очень много успешных людей. Но таких щедро посвящав свою жизнь к народу, таких людей, можно сказать, нету. А для тех, кто вот не знает его и спрашивает, вот, что за человек, первое, самое главное качество, это, по-моему, скромность. Потому что очень многие люди делают много чего. Но это единственный человек, который всегда говорит, ну, делает и говорит, чтобы об этом лучше никому не знать. Tahir Hacıyev один из немногих наших соотечественников, живущих в Москве, которого одним словом, если для незнакомых людей характеризовать, я бы сказал меценат. Но это слово многим может ничего не говорить, ни о чем. Но Tahir Hacıyev более 50 лет, насколько я знаю, живет в Москве и всю свою жизнь посвятил тому, чтобы помочь по возможности соотечественникам, и не только соотечественникам. Он создал очень хороший мост между Россией и Азербайджаном, в хорошем смысле. И люди, активисты, и не только активисты, живущие в Москве, очень хорошо его знают его как мудрого, скромного человека, который не любит себя афишировать, но делает очень много полезного. Он, во-первых, очень трудолюбивый человек. Во-вторых, он, который раньше у нас было до революции, да, вот эта социалистическая плеяда,
азербайджанских этих интеллигентов, меценатов, они очень надеялись на будущее строить, как сказал великий Мамед Амин Расулзаде, из ничего они создали государство. Они подняли наш национальный флаг, и до сих пор он стоит и веется в уверенности. Да? Вот в таком фоне, если посмотреть, он один из вот этих 2 миллионных азербайджанцев, который приехал в Москву еще в советское время, устроился там на работу, метро работал, тоже интересно, да, зрелый корень, вглубь надо всегда посмотреть, оттуда все вот это растет жизнь. Он также выступал за мир и согласие, как аксакал в селе Инча, среди аксакалов. Он получил прозвище аксакала на основе своей великой души, не за свой возраст, а за свои поступки еще в молодости. Должна отметить, что Тахир Султанович считает Россию своей родиной. Вот я скажу, вот столько заслуг у человека, но эти заслуги не оценены ни со стороны России, ни со стороны исторической родины Азербайджана. То, что делается вот сейчас, более 340 тонн гуманитарной помощи в зону специальной военной операции, конечно, это делается все под командованием семьи Гаджиевых. Безусловно, это как бы не делается для галочки, это делается от души. И вся родня, все друзья, все коллеги, все принимают активно в этом участие. Kənd üçün çox. Bizim kəndin abadlaşmasında Tahir Hacıyevin çox böyük kömək olur, əhəmiyyəti var. Yollarımıza hamısını daşladıq, asfaltladıq, yollarımıza işıq çəkdirik. Kənddə çox belə imkansız ailələrə çox köməklik göstərir. Çox yaxşı insandır, çox. Tahir müəllimlə bizim tanışlığımız 2001-ci ildəndir. Deməli biz buradan Novruz bayramı ilə əlaqədar Moskva şəhərinə getdik musiqi kollektivi ilə. Və Tahir müəllimin qonağı olduq. Bir neçə gün orada olduq. Mən Tahir müəllimi orada tanıdım. Çox şad oldum ki, belə bir insanla tanış oldum və 24 ildir bizim dostluğumuz davam edir. Allah belə insanlara ömür versin. Tahir müəllim kimi insanlar o 20 ildən, 30 ildən bir gələr, gəlməz. Yəni belə insanları Allah qorusun ki, bu boyutda Göyçayına, doğma Göyçayına, kəndinə, elinə, obasına çox böyük işlər görüb. Mən də arzu edirəm ki, Tahir müəllimə Allahdan ancaq can sağlığı arzu edirəm. Каких бы успехов он ни добился, всегда стремился не потерять свои человеческие качества и доброту. Tahir Hacıyevə arzularımız böyükdür. O kəndin ən əziz evlatlarından biridir. Onu 70 illik münasibəti ilə ona ən həyatda şirin olan can sağlığı, ailə saadəti, xoşbəxtlik, xoş günlər arzulayırıq. O qərib ölkədə şən, firavan yaşamaqlarını Allah Taala'dan arzu edirik. Ancaq mən onu arzulayardım ki, belə bir insana ən böyük arzum onun təmənna xatirinə yox, onun əməlinə görə, onun ürəyinə görə Allah Taala o geniş ürək, geniş qəlb sahibi olan bizim hacımıza, Hacı Tahir müəllimə Allahdan can sağlığı arzulayırıq, Allah onu qorusun və indən sonra da lazım olan adamlara öz dəstəyini əsirgəməsin. Uzun ömür arzulayırıq, sağlam ömür arzulayırıq. По мнению аксакалов, название села Инче они желают и считают долгом перед ним переименовать на имя Тахира Султановича. Из-за своих массовых благородных деятельностей он стал одним из самых уважаемых и выдающихся личностей в истории. Тахир Султанович не только любящий отец, также прекрасный, заботливый, любящий и любимый дедушка своих внуков и внучек. Многие имеют возможность, но редко кто имеет душу. Быть благородным, не каждому вложено от Бога такие высокие качества. Есть одна золотая пословица, что посеешь, то и пожнешь. Это все результат
труда и воспитания покойных родителей Тахира Гаджиева. Hər mənimizin dostumuz, yaxşı ağsaqqal, yaxşı baba, əsl vətənpərvər. Ona görə də biz nə edirik? Tahir müəllimin 70 illik ərəfəsində Tahir müəllimə Hacı Zeynalabdin Tağıyev adına 1-ci dərəcəli medal təqdim edirik. İndi Tahir müəllimin nəvəsi qırdadır da, yəni ona təqdim edirik medalı. Bu medalın vəsiqəsidir. Hacı Zeynalabdin Tağıyev adına 1-ci dərəcəli medal. Bu həm medalın sertifikatıdır. Bu şəhadətnamədir, Respublika Dövlət Təqlim Mülkiyyət Agentliyinin şəhadətnaməsi, yəni bu qanunun dövlət tərəfindən verilmiş medaldır. Bu da həmin medalın özüdür ki, bunu da sizdən xahiş edəcəm, yaxşı yerdə qoyarsınız. Bu da Hacı Zeynalabdin Tağıyev adına 1-ci dərəcəli medal. Azərbaycanın fəxri Göyçayın qürursan, sənin kənd atası, yurdumun babasısan. Xeyirxah əməllərlə tarixdə iz qoyaraq, minlərlə insan